Andasit Kaiser 3Y Gaming kreslosu. Məlumat verim ki, Andasit brendi çox etibarlı bir brenddir. 2007-ci ildən fəaliyyət göstərib, məşhur BMW və Mercedes-Benz deməli, maşınları üçün, yarış maşınları üçün oturacaqlar istehsal ediblər. 2017-ci ildən isə öz gaming kreslolarını bazara çıxarıblar. Belə bir super bir model var qarşımızda. Qiyməti barəsində məlumat mən sizə verəcəm. Boyun arxalığı maqnitləndir. İstədiyiniz formada sizəcə rahatsa yapışdıra bilərsiniz. Bundan başqa 120 kiloqram çəkiyə tab gətirə bilir bu V2 kreslo. Digər modellərdən fərqli olaraq Andasit Kaiser 3Y modelində kətan teksturlu deyək ki, premium parça materialındandır. Bu da xüsusi bir özəlliyi nə üçün? Nəzərə alsaq ki, yay mövsümüdür. Tərləməyə meyilli olan insanlar üçün ideal seçimdir. Bu kresloda siz çox tərləməyəcəksiniz. Oturacaq hissəsinin qalınlığı harasa 11 santimetrdir. Premium keyfiyyətlə preslənmiş köpükdən ibarətdir və formasında itirmir. Uzun illər bu kreslonun üzərində nə edirsiniz edin, formasını itirməyəcək. Dirsək atlıqları digər modellərdə olduğu kimi Andasitdə 4D. Yəni bütün istiqamətlərə, arxaya, qabağa, aşağı, yuxarı istiqamətlərdə hərəkət etdirə bilirsiniz. Çəki barəsində məlumat verdik. Bundan başqa nə məlumat verək sizə? Açılma bucağı. Təbii ki, standart formatda 90 dərəcədir. Maksimal isə səhv etməmsə, ay Allah, 150, deyəm bunu bağlamamışıq, qaqaş, ay Allah, getdim. 155 dərəcəyə kimi bunu açmaq olar. Hətta bu 155 deyil, mənə elə gəlir ki, 190 dərəcə kimidir, amma ki, nədənsə xüsusiyyətlərində 90-155 dərəcə bucaq altında belə qəşəng adam işdə uzanıb yatmaq istəyir. Gözəldir. Hündürlüyünü digər kreslolarda olduğu kimi təbii ki, tənzimləmək mümkündür. Hal-hazırda bu minimal hündürlüydür. Və bütün kreslolarda bu funksiya yoxdur. Buna biz el arasında kaçalka deyirik. Yəni, yerlənməni fiksasiya eləmək olur. Bayaqlam elə mən yıxılmaq üzrə olanda bu deməli çarxı açmışdım. Yəni, bu nə deməkdir? Bu çarxı açırıq və üzərində belə arada bir olur da, biz oğlanlarda belə eləməyi xoşlayırıq da, yerlənirik, ya nəsə fikirləşirik, ağıllı fikirlər. Və həmən momentdə, məsəl üçün deyək ki, BMC bir dənə belə lampuska yanındakı işıq fikir gəldi, bunu belə bağlaya bilərsiniz, həmən formada qala bilərsiniz. Bu formatda belə rahat dincəlmək də olar. Super bir kreslodur. Materialına gəldikdə keyfiyyətli polad karkazdandır. Əsas gövdəsi. Bir sözlə super bir kreslodur. Arxa hissəsi isə Eko dəridir. Premium keyfiyyətdə Eko dəridən ibarətdir bu hissəsi. Ən vacib hissəsi isə dediyim kimi həm premium parça materialın olmasıdır, eyni vaxtda ergonomik stildədir. Bu hissəsi o dərəcədə rahatdır ki, siz kreslonun üzərində oturanda sanki kreslo sizi neyniyir? Yüngülvarı belə qucaqlayır, sizin bədəninizə uyğun olaraq komfort verir. Qaldı əsas məsələ qiymətlə bağlı məlumat vermək. Belə bir super özəllikləri olan kreslonun nəqd alışa qiyməti 999 manat olacaq. Daxili kreditlə də əldə edə bilərsiniz 12 aya ayda 111 manat ödəməklə. Bu nəzər çatdırım ki, Andasit brendinin digər modelləri də iComp mağazasında mövcuddur. iComp.az web saytımıza daxil olun, maraqlanın, suallarınız da olarsa çəkinməyin, hər zaman bizi narahat eləyə bilərsiniz.